Süd vəzi xərçənginin bütün formaları içərisində təxminən 1% kişilərin payına düşür. Kişilərdə döş vəzi xərçənginə rast gəlinir. Az hallarda rast gəlinsə belə, bu problem çox ciddi fəsadlara səbəb ola biləcəyi bir problemdir. Qeyd edeyim ki, kişilər çox vaxt döş vəzlərinə qarşı diqqətsiz olurlar və bu xəstəliyi özlərinə yaraşdırmırlar və çox zaman döş vəzlərinə qarşı diqqətsiz olurlar. İlk növbədə qeyd edeyim ki, döş vəzləri böyük olan, yəni ginekomastiyası olan, qadın süd vəzinə bənzəyən döş vəzi olan kişilərdə bu problem, yəni döş vəzi xərçəngi digərlərinə nisbətən daha tez-tez rast gəlinir. Bundan əlavə olaraq döş vəzlərinizdə bərklik hiss edirsinizsə, döş vəzinizdən ifrazat gəlirsə, bu qanlı ola bilər, sarımtıl rəngli ola bilər və yaxud da digər rənglərdə olan ifrazat ola bilər. Qoltuqaltı nahiyənizdə əgər düyün əlləyirsinizsə, bu hal ciddi bir problemin xəbərçisi ola bilər. Və təəssüflər olsun ki, kişilərdə rast gəlinən döş vəzi xərçənginin böyük bir qismi gecikmiş mərhələdə bizə müraciət edirlər. Ona görə də qadınlarda olduğu kimi bəylərə də hər zaman döş vəzlərinizi müayinə eləməyi tövsiyə edirəm. Çünki bu problem təkcə qadınlara aid deyil, həm də kişilərdə də rast gəlinən bir problemdir.